19 sentyabr 2023-cü ildə səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və Erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Azərbaycan Müdafiə Nazirliyinin antiterror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Döyüşlər Rusiya sülh məramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində baş verirdi. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-sində saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Antiterror əməliyyatının nəticəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Azərbaycan ordusu 90-dan çox döyüş mövqeyini nəzarət altına almışdır. Ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması barədə razılıq əldə olunmuşdur. Ermənistanda baş nazir Nikol Paşinyanın əleyhinə etirazlar başlanması, Azərbaycan ərazisində qondarma Dağlıq Qarabağ Respublikasının fəaliyyətinə son qoyulması və Yevlaxda Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüş barəsində razılığa gəlinmişdir. Qeyd üçün onu xatırladım ki, 2023-cü ilin sentyabrın 21-də Azərbaycan Respublikasının Prezident Administrasiyasının dəvəti ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələsi müzakirə olunmuşdur.